Bəs siz ata evinə gedəndə neçə saatlıq yoldan istifadə edirsiniz? Biz düz 16 saata gedib çatdıq. Gedirik. İstədim bu uzun, amma hər dəqiqəsi sevinclə dolu olan yolu qısa vloq şəklində sizlərlə də paylaşım. İlk əvvəl 5 saat yarımlıq qatar yolumuz isti kofe, mənzərəli yollara baxaraq nəhayət ki sonlandı. Biz gəlib dəmir yol vağzalına çatdıq. Bakıya gəlmisənsə mütləq Bakının tıxacında da qalmalısan. Düz 1 saat tıxacda qaldıqdan sonra biz nəhayət gəlib hava limanına çatdıq. Buradakı 1 saatlıq qeydiyyatdan sonra nəhayət uçuşum. Bizim əhvalımızı 35-dən 85-ə qaldıran o uçuş həyata keçdi. Sevdiklərindən uzaqda yaşayanlar o an hansı hisslər keçirdiyimizi çox yaxşı başa düşərlər. Böyüyüb boya başa çatdığın o evə indi yalnız ildə 1 və ya 2 dəfə gedə bilirsən. Yaş keçdikcə bu həsrət insanı daha da pis qovurur. Nəhayət ki 1 saat 20 dəqiqəlik uçuşumuz sona çatdı. Biz artıq Naxçıvandayıq. Amma düşünməyin bizim yolumuz qurtarıb. Bizim bundan sonra hələ ata evinə gedəsi yarım saat yolumuz daha var. Biz gecə saat 12-də çatsaq da, mən bu videonu səhər-səhər çəkdim ki, siz də bu yolları, bu kəndimizin gözəl mənzərəsi ilə tanış olasınız. Elə təzəcə sevinirdim ki, yadıma düşdü ki, bu yolu bir də qayıtmaq var.